Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Əziz və dəyərli müsəlmanlar, dəyərli bacı və qardaşlarım, dəyərli dinləyicilər, ilk öncə özümə, sonra sizin hər birinizə bu çox böyük olan Rəbbimizdən haqq təqvası ilə qorxmağı nəsihət edirəm. Həqiqətən də Allah Taala mübarək kitabında buyurur ki, sizin ən hörmətiniz Allahın dərgahında Allahdan ən çox qorxanınızdır, yəni təqvalı olanınızdır. Bu çox böyük olan Rəbbimizdən qorxmaq, Allah Subhanahu wa Taala'nın üzərimizdə olan əmrlərini yerinə yetirmək, nəyi ki bizlərə qalan edibsə, nədən ki çəkinməyi əmr edibsə, o şeylərdən uzaq durmaqla bu sifəti, yəni təqva sifətini, Allahdan qorxmaq sifətini qazanmış olarsınız. Quran inkarçıları və din düşmənləri barəsində olan 116-cı videomuzdur. Hər zaman olduğu kimi paylaşmağı, bölüşməyi yaddan çıxarmayın, dəyərli dinləyicilər, nə qədər çox insanlar bu videolardan xəbərdar olarsa, bir o qədər də bu dırnaqarası ilahətçiləri, bu yalançıları, bu şarlatanları, din və İslam adı altında insanları deizmə, ateizmə, ən əsas da dinsizliyə sürükləyənləri tanımış və onların yalanlarına, hilələrinə agah olmuş olarsınız. Hər dəfə biz bu dinsiz şünasın yalanlarını, iftiralarını, Allahın adına, onun peyğəmbərinin adına, sünnəsinə atdığı boş ağlının fikirlərini bu videolarda şübhələrini çürütməyə, batil etməyə çalışırıq və bu videolarda müsəlmanların faydalanmaları üçün və həmçinin onların bu cür insanların yalanlarına, hilələrinə, yəni Quran sevgisinə çağırırıq, biz məhzəbsizliyə çağırırıq, sözlərini aldanmasın və yaxud da oturub arxasında da o kitabları yığmağına, yəni arxayın olmasın. Çünki o kitabların heç biri qiyamət günü bunu Allah Subhanahu wa Taala'nın sorğu-sualından qurtara bilməyəcək. Deməli bir qardaşımız danışır ki, deyir ki, bunun müəllimi olur. Bilirsiniz ki, bu bir vaxtlar tülkü kimi gəlib girmişdi Əbu Bakır məscidinə və orada özünü qardaşların yanında, yəni çalışırdı ki, bizə uyğun göstərsin. Çalışırdı ki, həqiqi İslamı öyrənsin. Lakin mən o vaxtda da demişdim, indi də deyirəm, o insan elə o vaxtda da tülkü kimi gəlib girmişdi ora. Və məqsədi də onun bəlli idi. Bu günləri çıxıb bu batilini insanlara etməyə, yaymaq üçün. Və deməli, bizim qardaşlardan biri buna dərs keçirmiş. Düzdür, o dərsi də bu düzəməlli oxumayıb. Qardaş deyir ki, gəldi və dedi ki, bəs dəstəmazı almaq istəyirəm. Bir dənə bax gör, mən dəstəmazı necə alıram. Təsəvvür edin ki, qardaş deyir ki, dəstəmazı başladı sol əlindən almağa. Sol əlindən başladı dəstəmaz almağa. Yəni, vallahi ki, o arxada o yığıb da o kitablar. O kitablar əksəriyyəti orada dünyavi kitablardır. O dünyavi kitabları oxumaqdansa, yəni oxumaq olaraq biz demirik dünyavi kitab. Mən də oxuyuram, əlhəmdülillah. Yəni kitablarla yer düşdükcə maraqlı olan kitabları oxuyuruq. Lakin insan ilk öncə öz dinini öyrənməlidir. Çünki dəstəmaz məsələsi elə bir məsələdir ki, dəyərli dinləyicilər, yəni namaza birinci başlayan insan, namaza birinci ayağını ki, Allah Taala ona hidayət verdi, başladı namaza, bu birinci bildiyi məsələdir. Çünki namaz qılamalıdır, dəstəmaz almalı. Dəstəmaz ona necə öyrədilirsə, əlhəmdülillah sünnə ilə gəlib. Yəni təsəvvür edin ki, bu insan iddia edir ki, mən ilahiyyatı bitirmişəm. Nə bilim, ondan qabaq 50 dənə çıxardıb diplom göstərir, hansı ki, heç biri də lazımsız diplomlardır. Kserokopiyadan çıxarılmış diplomlardır. Göstərir cəmaatı ki, mən filan bu qədər şeylər oxumuşam. Bu insan təsəvvür edin ki, dəstəmazı ala bilmir. Bilmir ki, dəstəmaz alanda sağ əllə al. Birinci sağ tərəf yuyulmalıdır, sağ əzadan başlamalısan. Ümumiyyətlə, yəni İslam dinidir. Dinimiz odur ki, sünnə odur ki, Peyğəmbər sallallahu əleyhi və səlləm bizə öyrətdiyi odur ki, insan bütün xeyirli işlərdə sağdan başlamalıdır. Sol isə Allah Rasulü bizə öyrədib ki, ayaq yolu və s. kimi çirkin olan yerlərdə istifadə edirsən, köməkçi kimi. Amma önəmli olan insanın sağ əlidir. Yəni bu elə dəstəmazın necə alındığını bilməyən insandır. Bu günləri gəlib oturub Allahın dinindən insanlara nə edir? Ağıl verməyə çalışır ki, 1400 ildir müsəlmanlar səhv ediblər. Mən indi öyrənmişəm ki, Nəbiyə itaət yoxdur Quranda. Yəni bugünkü videomuzda bu barədə o. Nəbiyə itaət yoxdur. Rasul idi, gəldi, elçi gəldi, ona şəriət verildi, başa saldı və salam qutardı. Nəbiyə itaət gəlməyib, ona görə də kim istəyirsə öz ağlı ilə, o boş ağlı ilə açsın Quran-ı Kərimi oxusun. Bu necə o boş ağlı ilə o ayətləri başa düşürsə, o cürə də başa düşsün. Yəni təsəvvür edin, bu buna çağırır. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm missiyasını bitirdi. Ona
Quran nazil oldu və salam. Allah Rasulunun o ayətləri açıqlamasına, təfsir etməsinə, başa düşməsinə, necə ki sahabələrini öyrədibsə, ehtiyac yoxdur. Ehtiyac yoxdur. Hamısını dir qoy qırağa. Öz boş ağlınla aç, o ayətləri oxu və necə başa düşürsənsə, eləncə də yaşa. Yəni mənim günümə düş. Yəni dəstəmazı belə hələ bilmir. Sağ əli yuyulmalı yoxsa sol əl birinci. Deməli birinci qulaq asaq, dəyərli dinləyicilər, sonra danışaq. Görə əksinə sizə dua eləyirlər. Dost deyə müraciət edirlər. Əziz dostum, Quranın heç bir ayəsində Peyğəmbərə, yəni Nəbiyə itaət eləməyin olmadığını bildirmiş. İtaətin ancaq Rəsula, yəni elçiyə olduğunu demiş. Quranda Nəbiyə, yəni Peyğəmbərə itaət yoxdur. Nəbini, yəni Peyğəmbəri nümunə götürmək yoxdur. Nəbiyə, yəni Peyğəmbərə mütləq ittiba, yəni tabeçilik yoxdur. Təsəvvürü yoxdur. Amma Rəsula, yəni elçiyə var. Əksinə iddia eləmək Rəsulla Nəbi arasındakı fərqi bilməməkdir. Təsəvvür edirsiniz? Yəni bu örgədir ki, yəni kim əksini iddia edirsə, deməli siz bilmirsiniz da, Nəbi ilə Rasulu ayıra bilmirsiniz bir-birindən. Dəstəmazda hansı əllə yuyulmalıdır onu bilməyən insan. Quranı üzündən oxuyanda qəbirstanlıq mollaları kimi, ondan yaxşı oxuyur, qəbirstanlıq mollaları ondan yaxşı oxuyurlar. Oxuyan insan. Təsəvvür edirsiniz, dəyərli dinləyicilər, nə deməkdir bu? Çünki hədisi Qurana paralel olaraq görənlər, hədisi vəhy məhsulu hesab eləyənlər, hələ də təkcə rəsullara kitab verildiyinə inanan, bu fərqi bilməyən insanlardır. Baxaq biz Allahın kitabına və həmçində biz birinci öyrənək ki, qardaşlarım, ümumiyyətlə, yəni Peyğəmbərdir. Yəni Peyğəmbər ərəb sözü deyil, fars sözüdür. Quran-ı Kərimdə Nəbi gedir və Rasul gedir. Rasul və yaxud da elçi və yaxud da Peyğəmbər, Nəbi. Biz birinci öyrənməliyik ki, yəni ki, Nəbi ilə Rasulun arasında fərq nədir? Yəni ümumiyyətlə, yəni alimlər bu fərqi hardan götürürlər, bu izahı hardan götürürlər ki, bunlar arasında necə fərq bilmək olar? Yəni hamısı Quran-ı Kərimdən, Peyğəmbər sallallahu əleyhi və səlləm pak sünnəsindən götürülür, qardaşlar. Ona görə Nəbi xəbər verəndir, xəbər göndərəndir, xəbər verən. Nəbə surəsi var Quran-ı Kərimdə. Böyük xəbər. Rasul isə lüğəti mənasında göndərilən elçi, yəni mənasındadır. O bizdə səfirlər olur, səfir. Bu həmin o mənadadır. O mənada işlənir. Deməli, fərqi necə izah edə bilər ki, alimlər ki, yəni Nəbi, Peyğəmbər nədir, Rasulla elçi nədir? Yəni bunlar fərqləri nədir? Bunu hardan bilmək olar? Və deyilir ki, Allah tərəfindən xüsusi şərtlərlə bir qövmə göndərilmiş şəxsdir Rasul. Rasul dəyərlidir. Yeni şəriət gətirir. Yəni Rasul şəriət gətirir və əvvəlki şəriət gətirir və kitabla Allah Subhanahu taala nə edir? Onu göndərir. Məsələn, Rasulların sayı həmişə az olur. Necə ki hədisdə gəlib ki, Allah Rasulü sallallahu əleyhi və səlləm buyurur ki, 124 min peyğəmbər olub, onlardan 313-ü Rasul olub. Yəni Rasullar həmişə az olub. Ona görə də Rasullara məsələn misal gətirmək olar Quran-ı Kərimdə, məsələn Musa əleyhissalam, İsa əleyhissalam, Nuh əleyhissalam, İbrahim əleyhissalam, Muhammed sallallahu əleyhi və səlləm. Onlar yəni həm Rasul olublar, həmçində Nəbi olublar. Qardaşlarım, yəni baxın ha, bu insan deyir ki, Nəbiyə itaət yoxdur. Bu bisavat hələ bilmir ki, Nəbi, yəni peyğəmbər həmçində Rasul, elçi. Rasul elə həmçində nədir? Nəbidir də. Rasul eyni zamanda həmçində nədir? Nəbidir. Lakin hər nəbi Rasul elçi deyil. İndi mən sizə dünyavi bir misaldan çəkirəm ki, yəni fərqi tutasınız qardaşlarım. Hər bir general həmçində nədir? Əskərdir. Hər bir general həmçində əskərdir. Lakin hər bir əskər generaldır? Yox. Deməli, hər bir Rasul elçi həmçində nədir? Nəbidir. Lakin hər nəbi Rasul elçi deyil. Alimlər deyirlər ki, Rasul elçi odur ki, o şəriətlə gəlir. Küfür, şirk edən bir qövmə gəlir və kitabla gəlir və yeri şəriət, qaydalar qoyur. Lakin nəbi nədir? Nəbi və biz dedik ki, həmçinin Rasul özü də nəbidir həmçinin. Lakin o peyğəmbərlər ki, hansı ki onlar nəbi olaraq göndərilib, onlar şəriətlə gəlməyiblər, kitabla gəlməyiblər. Yeni hökmlərlə gəlməyiblər. Onlar gəliblər əvvəlki rəsulların şəriətini təbliğ etməyə. Ona görə onlar rəsul olmayıb. Misal üçün Musa əleyhissalam, məsələn Nuh əleyhissalam haqqında Allah Taala Quran-ı Kərimdə buyurur ki, biz Nuhu öz qövmünə peyğəmbər, rasul olaraq göndərdik. Və nəbiyə misal olaraq, məsələn Allah Subhanahu Məryəm surəsində buyurur ki, Harun da nəbi idi.
Harun da nəbi idi. Yəni nəbi olaraq necə gəlmişdi? Musa əleyhissalamın şəriətini, Musa əleyhissalamın qoyduğu hökmləri nə etməyə? İnsanlara təzədən nə etməyə? Tətbiq etməyə, insanlara göstərməyə. Rasulla nəbinin fərqi budur, qardaşlar. Ona görə deyildiyi kimi alimlər də söylürlər ki, hər bir rasul, elçi, həmçində nəbidir, peyğəmbərdir. Lakin hər bir nəbi, peyğəmbər, rasul deyil. Allahın rasulü isə Muhammed sallallahu aleyhi və səlləm isə həm rasul idi, həm də nəbi idi. Ona görə də sən peyğəmbər sallallahu aleyhi və səlləm Allah Teala Quran-ı Kərimdə itayətə çağıranda, sən ona həm rasul, həmçinin nəbi olaraq itayət etmiş olursan. Və bu bisavat deyir ki, nəbi itayət yoxdur Quran. Görün necə qırmızı Allahın kitabının adından yalan danışır. Peyğəmbər sallallahu aleyhi və səlləmin adından yalan danışır insan. Allahu Ekber. Keçək ayətlərə dəyərli dinləyicilər, o ayətlər ki, hansı ki Allah subhanahu wa ta'ala buyurur ki, nəbi olaraq itayət. Niyə görə? Çünki biz buna göstərməliyik. Məsəl üçün, nəbiyə misallar Harun əleyhissalamı, Yahya əleyhissalamı, Zəkəriyyə əleyhissalamı, Yusuf əleyhissalamı nəbi olaraq misal göstərmək olar. Çünki onlar özlərindən əvvəlki rasulların şəriəti ilə hökm veriblər. Özləri ilə gətirməyiblər. Yeni bir kitab, şəriət gətirməyiblər. Allahın rasulü isə dediyim kimi Xatamul Ənbiyədir, həmçinin həm nəbilərin sonuncusudur, həmçində rasulların sonuncusudur Peyğəmbər Muhammed sallallahu aleyhi ve sellem. Allah Teala buyurur ki, Allah müsəlmanlardan bəzilərinin qəlbi cihaddan yayılmaq üzəri olduqdan sonra Peyğəmbərlərin də, yəni nəbilərin də çətin vaxtda onun ardınca gedən mühacirlərin və ənsarın da tövbəsini qəbul etdi. Kimin ardınca gedən? Nəbinin ardınca gedən. Allah Teala Tövbə surəsi 117-ci ayətində buyurur. Yəni Allah Subhanahu taala nə buyurur? Nəbinin ardınca çətin anlarda onun ardınca gedən mühacirlərdən və ənsardan onların tövbəsini etib qəbul etdi. Sonra da onları Allah Teala bağışladı. Çünki Allah Teala onlara qarşı şəfqətlidir. Başqa bir ayət oxuyaq qardaşlarım, hansı ki deməli Maidə surəsi 81-ci ayətində keçir. Əgər onlar Allaha, peyğəmbərə, yəni nəbiyə və nazil olana iman gətirsəydilər, müşrikləri özlərinə dost tutmazlar. Allah Teala buyurur ki, onların çoxu günahkardır. Yəni bu bisavata izah etmək istəyirəm ki, Allah Subhanahu taala Quran-ı Kərimdə fərqi yoxdur. Rəsula itayətə çağırdı, nəbiyə itayət. Hamısı itayətdir. Çünki bu şəriəti bizə çatdıran peyğəmbərlərdir. Bu ayətləri bizə izah edən peyğəmbərlər. Əgər peyğəmbərlərə, nəbilərə, rasullara ehtiyac olmasaydı dəyərli dinləyicilər, Allah Teala Quran-ı Kərimi nazil edərdi və deyərdi ki, kim istəyirsə oxusun, necə başa düşürsə elə də yaşasın. Bu bisavadın dediyi kimi. Lakin Allah Subhanahu taala nə edir? Peyğəmbər göndərir. Allah Teala buyurur ki, biz sizi yaratdıq və elə bilirsə sizi başlı başına buraxarıq. Yox. Allah Subhanahu taala kitablar göndərdi, peyğəmbərlər nazil etdi və onların izahını verdi insanlara. Ki Allah Teala bu ayətlərin hansı səbəblərə görə nazil etdi və itayətə çağırdı onlara. Ki Allaha, onun peyğəmbərinə itayət edin. İtayətlə Quran-ı Kərimdə ayələr minlərlədir. Minlərlə ayətlər var. Peyğəmbərə, Rasulullah itayətə, nəbiyə itayətə çağırır Allah Subhanahu taala. Başqa bir ayətdə nə buyurur? Ey peyğəmbər, nəbi, zövcələrinə, qızlarına və möminlərin zövcələrinə çarşaflarını, yəni evlərindən çıxmamışdan nə çarşaflarını örtmələrini söylə. Bu onların tanınmamaları və incililməmələri üçün daha münasibdir. Allah bağışlayandır və rəhimlidir. Bəli qardaşlarım. İtaət həm Rasuladır, həmçinin nəbiyədir. Fərqi yoxdur. Hər ikisi də peyğəmbərdir. Onlar gəlib özlərindən nəbi gəldi, Rasulun şəriətindən başqa bir şəriətlə hökm vermədi ki. İsa əleyhissalam ki, biz etiqad edirik ki, qiyamət günü gələcək. O nə ilə hökm verəcək? Gəlib İncillə hökm verəcək. Yeni şəriət gətirəcək. Yox. İsa əleyhissalam gəldiyi zaman Peyğəmbər sallallahu əleyhi və səlləmin şəriəti ilə hökm verəcək. Namaz qılacaq, oruç tutacaq, zəkat verəcək, həcc edəcək. Və sonunda da Allah Teala onun canını aldığı zaman Allah Rasulü Əbu Bakır Ömərin yanında dəfn olacaq. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, orada dəfn olacaq. Allahu Ekber. Bu elə onu göstərir ki, yəni ki, sən itaət etməlisən hər birinə. Ki Allah Teala Nisa surəsi 65-ci ayətdə gözəl bir ayət. Amma xeyirdir. Ya Rasulum, Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilafları səni hakim təyin etməyəncə və verdiyin hökmlərə görə özlərində, bir nəfslərində bir sıxıntı duymayınca sənə tam şəkildə itaət etmiş, boyun əymiş olmazlar. Allah Subhanahu taala peyğəmbəri bütün məsələlərdə bizə nümunə gətirib ki, Rasuldur. Çünki Peyğəmbər Muhammed sallallahu aleyhi ve sellem həm Rasul idi, həmçinin nəbi idi. İtaət etməyə əmr edir bizə. Ay bisava. Sən deyirsən ki, yalandan ki, Quranda nəbiyə itaət yoxdur. Yalansa Allah sənə dilbi qurutsun.
Allah Subhanahu taala buyurur ki, yəni Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilafları səni hakim təyin etməyəncə, münsif və verdiyin hökmlərə görə öz nəfslərində sıxıntı duymayınca sənə tam şəkildə itaət etmiş olmazlar. Allah Subhanahu taala iman gətirilmiş olmazlar, Allah taala buyurur. Ona görə də qardaşlarım, həm dediyimiz kimi Rəsul, elçi, eyni zamanda nəbi və həmçinin nədir? Peyğəmbərdir. Ona görə dediyimiz kimi hər bir general əskərdir. Hər bir əskər isə generaldır. Allahın Rəsulu həm nəbi idi, həm Rəsul idi, həmçində elçi və peyğəmbər idi. Amma elə peyğəmbərlər var ki, onlar bəli, nəbi olublar. Bu demək deyil ki, onlara itaət yoxdur. Onlara itaət etməyə əmr olundu. Allaha əmanət olun. İnşallah növbəti videomuzda görüşənə qədər. Əssalamu aleykum və rəhmətullah və bərəkətuh.